Herkesi yeni videodan salamlayıram. Bugün TV-Boxlar haqqında ümumi məlumat verəcəm. TV-Box alarkən, seçim edərkən nələrə diqqət yetirmək lazımdır? Çünki bu haqda suallar çoxdur. İlkin olaraq onu deyim ki, TV-Boxlar əsas iki hissəyə ayrılır. Google lisanslı olanlar, yəni ki, Google sertifikatı Google tərəfindən dəstəklənən cihazlar və Google sertifikatı olmayan cihazlar. Google lisansı olan TV-Boxlar daha üstün sayılır. Çünki həm istehsalçı tərəfindən, həm Google tərəfindən daimi dəstəklənir, yenilənmələr daimi olaraq gəlir. Google lisanslı cihazların digər üstünlüyü isə müəyyən pullu platformaların Netflix kimi Google tərəfindən lisans tələb olunan proqramların 4K keyfiyyətdə baxılmasının mümkün olmasıdır. Əgər cihaz TV-Boxda lisans yoxdursa, məsələn, Netflixdə biz 4K görüntüdə filmi baxa bilmirik. Ona görə lisanslı cihazların bir üstünlüyü də buradadır. Google lisanssız cihazlarda təbii ki, Google'un dəstəyi olmadığına görə həmin o Google sertifikat tələb edən proqramlar işləsə də yüksək görüntü ilə filmlərə, proqramlara baxmaq olmur. Növbəti, təbii ki, TV-Boxlarda hansı əməliyyat sisteminin quraşdırılması, hansı prosesor, hansı neçə RAM və yaddaşın olmasıdır. Təbii ki, ilkin aldıqda hamının diqqət yetirdiyi neçə RAM və yaddaşın nə qədər olduğudur. Buna belə bir aydınlıq, izah gətirim ki, əgər TV-Box'un prosesoru zəifdirsə, qrafik prosesoru zəifdirsə, proqram təminatı zəifdirsə, əgər orada 8 RAM, 128 yaddaş olsa belə, təbii ki, bu TV-Box'un işləməyi zəif olacaq. Deməli, həm yaddaş, həm prosesor, həm qrafik prosesor, həm də ki, onun yazılımı, proqram təminatı hamısı bir yerdə diqqət yetirmək lazım. Hamısına bir yerdə diqqət yetirmək lazım. Əgər yaddaşı çox, prosesoru zəifdirsə, təbii ki, effekt olmaz. Ya da ki, prosesoru güclüdürsə, yaddaşı deyək ki, 1 RAM-dır, 8 GB yaddaşdır, təbii ki, yenə də effekt olmaz. Hal-hazırda ilk vaxtda əgər yalnız YouTube və IPTV-lərdən istifadə olunacaqsa, 2 GB RAM, 16 GB yaddaş kifayət eləyir. Təbii ki, 4 RAM-ın olmağı da üstünlükdür. Məsələn, 32, 128, 64 GB yaddaşların olmağı da üstünlükdür. Amma TV-Box'da məsələn 128 GB yaddaşın olmağı mən deyərdim ki, nə işə yarayır? Yəni, ora nə yükləyəcək? Ümumi proqramların istifadəyə yararlı həcmi olsun 4-5 GB, 10 GB məsələn, oyunlarla bir yerdə. Ona görə də əsas diqqət yetirmək lazımdır, hansı prosesor qurulub, əsas gücü oradan alır. Belə. Təbii ki, əməliyyat sistemləri də Android TV və son gələn TV-Boxlarda, əsas da lisanslı cihazlarda Google TV əməliyyat sistemi ilə gəlir cihazlar.
Məsələn, bir neçə nümunə əyanı olsun mən sizə göstərə bilərəm. Məsələn, ilkin olaraq Tanix W2 Tanix şirkətinin istehsal elədiyi bu neçə illərin mən deyərdim əfsanəvi TV boxudur bu. Bu yəni büdcəli, yəni ki, orta və aşağı qiymətə satılan TV boxlardan sayılır. Yəni amma ki, öz qiymətinə görə parametrlər də çox gözəldir. Məsələn, prosesoru Amlogic S95W2 Android 11 ilə gəlir. 4K 60 FPS dəstəyi var. AV1 kodek, yeni kodekdir. YouTube-da HDR10 Plus-ı dəstəkləyir. Bluetooth var. 5 GHz Wi-Fi var. Grafik prosesoru G31. Bu belə deyək də, doğru dildə desək, cibə uyğun ən münasib TV boxlardan. Sonra başqa bir nümunə, məsələn, Google lisanslı cihazlardan Mi Box 3-cü nəsil. Xiaomi şirkətinin yeni bu il təqdim elədiyi, 2025-ci ildə təqdim elədiyi 3-cü nəsil Mi Box. Google lisansı var. Yeni Amlogic S95X5M prosesoru var. Deyərdim ki, çox normal, güclü bir prosesordur bu. 2 GB RAM və 30 GB daxili yaddaş. Buradan da görürük ki, Xiaomi şirkəti bu Mi Box-a 4 və yaxud 8 GB RAM quraşdırmayıb, çünki buna ehtiyac görmür. Burada prosesorun gücü, əməliyyat sisteminin, yazılımın stabilliyi ön plana çıxıb. Bu TV boxda yalnız LAN girişi, yəni internet kabel girişi yoxdur. Məncə də ona heç bir ehtiyac yoxdur, çünki kifayət qədər güclü Wi-Fi tutumu var. Növbəti bir cihaz Micool KM2 Plus. Bu da bilirik ki, Micool şirkəti də professional şəkildə TV box istehsalı ilə məşğuldur. Bu da sertifikatlı Android TV 11 ilə gəlir. Yəqin ki, artıq Android 12 və 14-də yenilənib. Bunda da bütün standartlar dəstəklənir. HDR10, Dolby Vision, görüntü, Dolby Atmos səs, həmçinin də AV1 kodek. Sonra Google lisansı olmayan TV boxlardan Vontar RTX2. Bu da yeni istehsal olunan TV boxlardan biridir. Vontar şirkəti də kifayət qədər yaxşı cihazlar istehsal edir. Nümunə kimi Vontar RTX2 Android TV 14 ilə gəlir. Realtek prosesor 1325. Həmin bu prosesorla süni intellekti dəstəkləyir bu prosesor. Görüntü keyfiyyətini yüksəldə bilir. Əməliyyat sistemi Android 14, prosesor Realtek 1325, Mali G57 qrafik prosesor, RAM-ı 4, 32 yaddaş. Nümunə kimi daha bir lisanslı cihaz
deyərdim ki, bu TV boxların krallarından biridir. Homatix Box Air 4K Plus. Android TV 12 və Android 14-də də yenilənməsi gözlənilir. Bəlkə də artıq yenilənib. Bu TV boxda da biz nə istəyiriksə bir sözlə hamısı quraşdırılıb. Məsələn, yeni təqdim olunan Dreamstar Nova 2, məsələn, Türkiyə istehsalı cihaz, Google TV əməliyyat sistemi, burada da S905 X5M prosesoru var. Yəni bu TV box haqqında mənim videomda kanalda var. İstəsəz girib kanala girib izləyə bilərsiniz. Məncə kifayət qədər məlumat verdim. Düzdür, daha dərinliklərinə getmək olar, daha dəqiq dərinliklərinə gedib məlumat vermək olar, amma mən düşünürəm ki, bu qədər əsaslı bilgilər kifayətdir TV box seçiminə. Bir şeyi qeyd eləmədim. Bir də var, təbii ki, no-name TV boxlar. Yəni ki, istehsalçısı, şirkəti məlum olmayan TV boxlar, hansı ki, üzərində hər hansı bir rəqəm, ad, hərf yazılır. Yaddaş və RAM kifayət qədər böyük göstərilir. Amma həmin cihazlarda təbii ki, zəif yazılım olur, zəif prosesorlar quraşdırılır. Onlara ümumiyyətlə yenilənmə gəlmir, çünki onları nə şirkət, nə də ki Google dəstəkləmir. Yəni elə cihazların alınması işləyirmi? İşləyir. Yəni ki, proqramları izləmək olur. Amma yəni istifadəsində uzun müddətliyə hər hansı bir qarantiya varmı? Yoxdur. Əməliyyat sistemi pozulsa, onlara hər hansı bir yerdən, internetdən, hər hansı bir rəsmi səhifədən, bir yerdən yazılım yükləyib, yazılımı yeniləmək olurmu? Təbii ki, xeyr, olmur. Ona görə belə TV boxların alınması ümumiyyətlə riskdir. Yalnız bəzi belə TV boxlarda bilirik ki, Slimbox yazılım var. Bu tip TV boxlara yalnız Slimbox yazılım yazmaq vasitəsilə yeniləmək olar. O da ki, bütün TV boxlar təbii ki, Slimbox yazılımını dəstəkləmir. Yenə də sonda belə bir dəqiqləşdirmə aparım ki, əgər istəyirsiniz ki, biraz büdcəli olsun, biraz ucuz olsun, onda təbii ki, ilk növbədə Tanix kimi, Vontar kimi, H96 Max dediyimiz TV box'un orijinalları var. Onlara baxmaq olar. Məsələn, ilk göstərdiyim Tanix'in Tanix W2, məsələn, Tanix yeni gələn modelləri var. TX5, TX5 Plus, məsələn, müəyyən qədər ucuz TV boxlardır. Məsələn, Vontarda da TV boxlar kifayət qədər yaxşıdır. Həm də rəsmi səhifəsi var, əməliyyat sistemi, yazılımı, hər hansı bir proqram təminatında problem yarananda rəsmi səhifəsindən
yükləyərək Tvbox'u yeniləyə bilərik və yaxud da ki, ümumiyyətlə elə Tvbox'lar var ki, sistemi çökür, həmin sistemi proqram təminatını yenidən yazmaq lazım olur. Belə problemlər çıxmasın deyə, çıxmaması üçün dediyim kimi Tanix kimi, Vontar kimi rəsmi səhifələri olan Google lisansı olmasa da bu cihazlardan almaq məsləhət görürəm. Digərləri də təbii ki, lisanslı cihazlarda demək olar ki, heç bir problem çıxmır. O no-name cihazlarda alınırmı? Alınır, amma dəstəyi olmur, yenilənməsi olmur. İstifadəsi üçün təbii ki, qarantiyası da olmur. Bugünkü video bu qədər. Yenə də ola bilsin ki, nə isə unutdum, nədəsə bəlkə məlumatlarda azlıq oldu. Amma seçim üçün məncə kifayət qədər məlumat verdim. Burada göstərdiyim Tvbox'lar təbii ki, bir nümunədir. Yəni, burada göstərdiyimdən də kifayət qədər çox yaxşı, normal Tvbox'lar var. Yenə də sualı olan kommentarlarda yazsın, sualını versin. Cavablandıraram inşallah. Bugünlük bu qədər. Növbəti videoda görüşərik.